Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol həvəskarları. Ağdamdan, Quzanlı qəsəbəsindən canlı yayımıza başlayırıq. Azərbaycan televiziyasının canlı yayımında Unibank Premyer Liqasının növbəti turu çərçivəsində keçirilən Qarabağ-Ağdam Neftçi başı qarşılaşması başlayacaq. Artıq futbolçular və hakimlər meydana daxil olmağa hazırdır. Olimpiya kompleksinin stadionunda demək olar ki, bütün tribunalar dolub. Qarabağ komandasının azarkeş dəstəyi yetərincədir. Neftçinin azsaylı azarkeşi Bakıdan gəlib və bu qarşılaşmada Neftçini dəstəkləyəcəklər və beləliklə futbolçular meydana daxil olurlar. Əzəli rəqiblər Azərbaycan Premyer Liqasında indiyə qədər tarixdə bütün çempionatlarda iştirak etmiş iki komanda. Ağdamın Qarabağ komandası və Bakının Neftçi klubu ilk dövrədə Unibank Premyer Liqasının ilk dövrəsində məhz Ağdamda Quzanlı qəsəbə stadionunda qarşılaşırlar. Görüşün baş hakimi Azad Mütəllimovdur. Bu oyunda əsas söz sahibi məhz Mütəllimov olacaq. Azad Mütəllimovun rəhbərlik etdiyi hakimlər briqadası futbolçuları meydana dəvət edir. Neftçi komandası oyuna xüsusi pankartla çıxır. İmarəti birlikdə qaytaraq. Məhz Neftçi komandası ilə Qarabağ İmarətdə qarşılaşıb və indi çox xoşhaldır ki, Neftçinin futbolçuları belə bir gözəl şuarla, İmarəti birlikdə qaytaraq şuarı ilə oyuna daxil olurlar. Və bunu Qarabağın azarkeşləri də gözəl alqışlarla alqışlayırlar. Bildiyiniz kimi Ağdam stadionu İmarət adlanırdı və hazırda erməni işğalı altındadır. İnanaq ki, yaxın vaxtlarda, yaxın günlərdə məhz Ağdamın Qarabağ komandası ev oyunlarını həmin İmarətdə keçirəcək. Həmin İmarətdə Qarabağ Neftçi qarşılaşması olacaq və Azərbaycan televiziyası həmin oyundan canlı yayım təşkil edəcək. Beləliklə Qarabağ Neftçi qarşılaşması başlamaq üzrədir. Sizi komandaların heyətləri ilə tanış etmək istəyirəm. Əvvəlcə ona komanda Bakının Neftçi klubunun heyəti. Qapını Vladimir Miçoviç qoruyur. 2 nömrəli oyuncu Rail Məlikov, 5 Leonard Naydin, 15 Ruslan Abışov, 23 Tural Nərmanov, 3 Suat Usta, 22 Neftçinin kapitanı Zaur Tağzadə, 25 Adrian Miyaga, 27 Rəşad Abdullayev, 16 Dmitri Kruglov, 30 Valentin Atem. Neftçi komandasının baş məşqçisi Vaqif Sadıxovdur. Meydan sahibləri Qarabağın heyəti. Qapını Fərhad Vəliyev qoruyur. Aslan Kərimovun yoxluğunda Fərhad Vəliyev kapitan sarğısını taxıb. 2 Elnur Allahverdiyev, 4 Zaur Həşimov, 5 Maksim Medvedev, 6 Rəşad Sadiqov, 7 Namik Yusifov, 9 Elvin Məmmədov, 17 Vüqar Nadirov, 20 Vaqif Cavadov, 22 Əfran İsmailov, 24 Admir Teli. Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanovdur. Oyundan əvvəl Neftçinin futbolçuları bir yerə yığışaraq xatirə şəkili çəkdirirlər. Qarabağın oyuncuları isə qələbə and içirlər. Hər iki komanda çempionluq uğruna mübarizə aparır. Premyer Liqanın qızıl medallarına, ümumiyyətlə medallarına, Avroliqaya, Çempionlar Liqasına vəsiqə qazanmağa iddialıdır və bu oyun hər iki komanda üçün, həm Neftçi, həm də Qarabağ üçün böyük əhəmiyyət kəsb edir. Neftçinin futbolçuları Bakıdan gəlmiş azsaylı azarkeşlərinin, fanatlarının yanına gedir, onlara təşəkkürlərini bildirir və sizi oyunu idarə edəcək hakimlər briqadası ilə tanış etmək istəyirəm. Baş hakim Sumqayıtdan olan milli dərəcəli hakim Azad Mütəllimovdur, onun köməkçiləri FIFA laismanı İlham Əliyev və milli dərəcəli laisman Vaqif Musayev, 4-cü hakim isə Elvin Əskərovdur. Hakimin köməkçiləri paytaxtımızı təmsil edir. Hakim inspektor Əmir Zamanov, AFFA nümayəndəsi isə Rauf Əmirovdur. Quzanlıda Olimpiya kompleksinin stadionunda oyunun başlaması üçün hər şey hazırdır. Azad Mütəllimov yan xət hakimləri ilə məsləhətləşir. 4-cü hakimə də baxacaq. Hər şeyin qaydasında olduğunu gördükdən sonra oyunun başlamasına start verəcək. Beləliklə topa mərkəzdən Neftçi komandasının futbolçuları başlayacaq. Azad Mütəllimovun start fiti və Neftçi topa mərkəzdən başladı. Hər iki komandaya, həm Qarabağa, həm də Neftçiyə bu görüşdə uğurlar arzulayırıq. Topa mərkəzdən Neftçi başladı, irəli doğru ötürmə və top yan xətdən çıxır. İndi Qarabağın futbolçuları outdan top oyuna daxil edəcəklər. Qeyd edək ki, Neftçinin yeni baş məşqçisi Vaqif Sadıxovun bu debütüdür. Bu arada Rəşad Abdullayev topa əllə toxundu, hakim oyunu saxlayır və cərimə zərbəsini təyin edir. Rəşad Abdullayev bu qarşılaşmada sol cinahda mübarizə aparacaq. Zaur Tağzadə öz ənənəvi sağ cinahında yer alıb. Hər iki futbolçu sağ cinah yarım müdafiəçisidir və Vaqif Sadıxov
Bu görüşdə Zauru sağda oynadır. Naydin. Top yan xəttdən çıxır. Və out. Namik Yusufov topu qəbul edə bilmədi. Valentin Atem, Adrian Niaga. Suat Usta sağ cinahlı oynayır. Zaur Tağzadə topu qəbul edir. Qarşısında Qarabağ komandasının 2 futbolçusu var. Topu Naydin ötürmək istəyir və top qap xəttindən çıxır. Hakim qapıdan zərbəyə işarə edir və Qarabağ komandasının futbolçuları qapıdan zərbə ilə top oyuna daxil edəcəklər. Unibank Premier Liqasında növbət turun görüşləri dünən start götürdü. Dünən 4 qarşılaşma var idi. Oyunlar əsasən bölgələrdə oldu. Tovuzda Turan komandası paytaxtın Bakı klubunu qəbul edir. Bakı yeni baş məşqçisi Bülent Qorxmazla ilk oyununa çıxırdı və Bakının bu ilki yeni transferlərindən olan Jaba Premier Liqamızda ilk qolunu vurdu. Məhz onun qolu qarşılaşmada yeganə oldu. Bakı komandası Turanı 1-0 hesab ilə minimal hesabla məğlubiyyətə uğratdı. Qəbələ komandası nəhayət doğma stadionuna köçdü. Bundan əvvəl ev oyunlarını Mingəçevirdə keçirirdi. Qəbələ komandası Bakının Olimpik Şüvəlan klubu ilə qarşılaşdı və Qəbələ 2-1 hesabı ilə qalib gəldi. Çempionatda növbəti qələbəsini qazandı. Yaxşı oyun nümayiş etdirdi, baxımlı futbol nümayiş etdirdi və rəqib üzərində qələbə qazandı. Bu arada Neftçi komandasının hücumu Atem istiqamətini ötürmə və Admir Teli topa daha yaxındır. Teli topu uzaqlaşdırır. Rəşad Sadiqov sağ cinahda Əfran İsmailov ondan ötürmə gözləyirdi. Vüqar Nadirov, Əfran İsmailov, Əfranın qarşısında bir futbolçu var. Əfran topu Vüqar Nadirova qaytarır. Vüqar Nadirov cərimə meydançasındadır. Qapıya doğru zərbəsi və Vladimir Miçoviç topu tutur. Qapıya doğru ilk zərbə Qarabağın futbolçularından gəldi. Zərbə o qədər də effektli alınmadı və Miçoviç topu tutur. Premier Liqamızda daha bir görüş Sumqayıtda oldu. Standart komandası Xəzər Lənkəranla qarşılaşdı və Xəzər Lənkəran 2-1 hesabı ilə qələbə qazandı. Simurqsə Zakatalada Yevlağın Karvan klubunu qəbul etdi. 90 dəqiqə üstün futbol nümayiş etdirən meydan sahibləri 2-0 hesabı ilə qalib gəldi. Sergey Artyuk və Ruslan Qunçakın qolları ilə. Bu Simurqun çempionatda ardıcıl 4-cü qələbəsidir və turnir cədvəlində 1-ci pillədədir. Vaqif Sadıqov futbolçuları bir qədər sakit olmağa çağırır. Uzun müddətdir məşqçilikdən uzaq qalmışdı. Bir vaxtlar Neftçi komandasının baş məşqçisi olmuşdu. 1993-94-cü illərdə məhz gənc Vaqif Sadıqov Neftçinin baş məşqçisi idi. Həmin vaxt Neftçi çempionatda iştirakını yarımçıq dayandırmışdı haqsızlığa etiraz əlaməti olaraq və Sadıqov yenidən Neftçiyə qayıtdı. Cərimə zərbəsini Vaqif Cavadov yerinə yetirdi, lakin ötürməsi o qədər də uğurlu alınmadı. Buna baxmayaraq top yenə Qarabağda qalıb və out atışını Elnur Allahverdiyev yerinə yetirəcək. Vaqif Cavadov sol cinahdan Qarabağın hücumu davam edir. Vaqif Cavadov cərimə meydançasına doğru ötürmə və Neftçinin müdafiəçiləri topu uzaqlaşdırmağa çətinlik çəkirdilər. Yalnız indi qapıdan zərbi ilə top oyuna daxil edəcəklər. Vladimir Miçoviç Neftçinin Serbiyalı qapıçısı top oyuna daxil edəcək artıq. 5 ilə yaxındır Neftçinin şərəfini qoruyur və klubun demək olar ki, bu son illərdə əsas qapıçısına çevrilməyi bacarıb. Maksim Medvedev, Elvin Məmmədov, Namik Yusifov, Elvin Məmmədov, sağ cinahda Maksim Medvedev boş mövqədədir. Topu Maksim Medvedev ötürür, Maksim sürət irəliyir, yanında Əfran İsmailov var. Elvin Məmmədovla oynayır, Elvin cərimə meydançasındadır. Elvinin ötürməsi, lakin ötürmə alınmadı. Neftçinin müdafiəçiləri bu ötürmənin qarşısını alırlar. Ruslan Abuşov, Rəşad Abdullayev. Rəşada qarşı çobukluq, hakim oyunu saxlayır və Namik Yusifova şifahi xəbərdarlıq edir. Aslan Kərimovun yoxluğunda məhz onun mövqeyində Namik Yusifov mübarizə aparır, meydanda əzmkarlığı və çalışqanlığı ilə diqqəti çəkir. Bir qədər əvvəl qaydanı pozdu. Ruslan Abuşov, Azərbaycan milli komandasının hər iki klubda, həm Qarabağda, həm də Neftçidə bir neçə üzvü çıxış edir. Xüsusən Qarabağ bu barədə üstünlük təşkil edir. Ümumiyyətlə, Azərbaycan klubları içərisində milli komandaya ən çox oyunçu verən hazırda Ağdamın Qarabağ komandasıdır. Hətta son rəsmi görüşlərdə Liechtenstein və Rusiya ilə qarşılaşmalarda
Qarabağın daha bir gənc üzvü Maksim Medvedev də milli komandanın düşərgəsinə cəlb edildi. Zaur Əşimov, Vaqif Cavadov, Rəşad Abdullayevin müdaxiləsi və top yan xəttdən çıxır. Rəşad Sadıxovun zədəsi hələ də davam edir. Eyni zamanda Afqandil Hacıyev də hələ ki tam bərpa prosesini keçməyib və ona görə də start heyətində yer almayıb. Görüşün artıq 6 dəqiqəsi geridə qalıb. Qarabağ Neftçi oyununda qol yoxdur. Qapıya doğru yalnız bir təhlükəli zərbə izləmişik. Vüqar Nadirov cərimə meydançasından qapıya doğru zərbə vurdu və Mitrovic üçün bu top tutmaq o qədər də çətin olmadı. Outdan topu oyuna Qarabağ daxil edir. Ruslan Abuşov qarşılayır. Namiq Yusifov ötürməsi dəqiq deyil. Rail Məlikov topa daha yaxındır. Hələ bir qədər əvvəl qeyd etdiyi Neftçi komandasında Rail Məlikov, Ruslan Abuşov milli komandanın düşərgəsində çağırılan futbolçulardır. Elmar Baxşiyev də son vaxtlara qədər milli komandamızın heyətinə cəlb olunurdu. Yalnız son rəsmi görüşlərdə Bert Fox ona ehtiyac duymadı. Qarabağda isə Fərhad Vəliyev, Elnur Allahverdiyev, Maksim Medvedev, Rəşad Sadiqov, Elvin Məmmədov, Vüqar Nadirov, Vaqif Cavadov və hazırda zədədən əziyyət çəkən Rəşad Sadıxov məhz milli komandamızın futbolçularıdır. Adrian Niyaga top uğruna mübarizə apardı və komandasına out qazandırdı. Yan xəttdən top oyuna Niyaga daxil edəcək Rumıniyalı futbolçu topu komanda yoldaşına verir. Vaqif Sadıxov Neftçinin baş məşqçi postuna gəldikdən sonra görüləsi işlər çoxdur. Komandadan, oyundan heç kim möcüzə gözləməsin. Lakin çalışacaq ki, yaxın müddətdə Neftçinin keçmiş şöhrətini özünə qaytaraq. Belə bir açıqlama vermişdi. Neftçinin hücumu Fərhad Vəliyevə qarşı çobudluq. Atim aşkar şəkildə qapıçı meydançasında Fərhada qarşı çobud oynadı və hakim Atimə şifahi xəbərdarlıq edir. Ötən mövsüm qışda, yəni bu ilin qışında, ötən mövsümün qış fasiləsində Neftçinin heyətinə cəlb edildi. İlk vaxtlar yaxşı təsir bağışlayırdı. Almaniya Bundesliqasına çıxış etmiş futbolçudur. Lakin bu mövsümün əvvəlində Atim əsas heyətdəki yerini itirdi. Rugulemon Neftçiyə cəlb olunduqdan sonra Valentin Atimə o qədər də üstünlük verilmədi və bunun nəticəsində Atim əvvəlki formasını getdikcə itirdi və hazırda ideal formasından xeyli geridir. Buna baxmayaraq Vaqif Sadıxov məhz ilk oyununda Atimə güvənib. Out atışını Qarabağ komandasının futbolçuları yerinə yetirir Maksim Medvedevlə. Suat Ustanın müdaxiləsi və daha bir out olacaq. Yenə Qarabağ komandasının futbolçuları topu yan xəttdən oyuna daxil edəcəklər Maksim Medvedevlə. Zaur Həşimov yaxın mövqedə idi. Maksim isə topu irəli ötürdü. Əfran İsmailov istiqamətinə Suat Usta qarşılayır. Namiq Yusifov, Suat Usta, Zaur Həşimov, Maksim Medvedev. Bəli, meydanda hər iki komandanın futbolçuları durmadan top uğruna mübarizə aparırlar. Hər qarışda elə ilk dəqiqələrdən əzmkarlıq nümayiş etdirirlər. Və bu oyunun əhəmiyyəti hər iki komanda üçün böyükdür. Çünki həm Qarabağ, həm də Neftçi iddialı klublardır. Hər iki komanda Premier Liqamızda altılığa düşmək uğruna mübarizə aparır və əgər altılığa düşərsə, bu oyunun nəticəsi məhz altılıqda qızıl xal kimi dəyərləndiriləcək. Rəşad Sadiqov. Top Elvin Məmmədova gəlmədi. Atim, Rəşad Abdullayev sağ cinaha uzun ötürmə verir. Niyaqa istiqamətinə Zaur Tağızadə də burada idi, lakin Elnur Allahverdiyev keçidə imkan vermədi. Zaur Əşimov, Namiq Yusifov. Namiqin ötürməsi dəqiq olmadı. Niyaqa, Naydin, Zaur Tağızadə, top yenə Naydindədir. Rəşad Abdullayev sağ cinahdan Zaur Tağızadə hücuma dəstək verə bilərdi. Yalnız indi Zaura ötürmə verdi və ötürməni gecikdirdi Rəşad Abdullayev. Qarabağ futbolçuları top elə keçirib indi sürətli hücum təşkil edə bilərlər. Mərkəz xəttdə Vaqif Cavadov top elə keçirir. Sağ cinahdan Əfran İsmailov hücuma dəstək verir. Top elə ki Vaqif Cavadovdadır. Elvin Məmmədovla oynayır. Elvin irəliləyir. Qapıya doğru zərbəsi və top qapının yanından keçir. Elvin Məmmədovun zərbəsindən sonra top qapının yanından keçdi. Qarşılaşmanın 11-ci dəqiqəsində Elvinin zərbəsi təhlükəli alına bilərdi. Artıq 2 zərbə Qarabağdan gəlib. 4-cü dəqiqədə Vüqar Nadirov
11-ci dəqiqədə isə Elvin Məmmədov qapıya doğru zərbə vurdu, lakin zərbələr dəqiq olmadı. Bir qədər əvvəl Elvinin qüvvətli zərbəsini izləyirik. Milli komandamızın həm Finlandiya, həm də Liechtensteinlə oyunlarında ardıcıl iki görüşdə Elvin Məmmədov qol vurmaq bacarını nümayiş etdirdi. Eyni zamanda Qarabağ komandasının Avroliqadakı oyunlarında Elvin Məmmədov məhsuldarlıq nümayiş etdirmişdi, qollar vurmuşdu. Cərimə zərbəsini meydan sahibləri dərhal yerinə yetirirlər. Vaqif Cavadov topladı. Oyundan əvvəl çox xoşa gələn haldır ki, Neftçi komandası da Qarabağa dəstək əlaməti olaraq imarəti birlikdə qaytaraq şüarı ilə meydana çıxdı. Çox gözəl görüntü idi. Buna görə təbii ki, futbolçulara, klub rəhbərliyinə, bu şüarı fikirləşənlərə alqış düşür. İmarət Ağdamın yaralı yeridir və hamımız səbirsizliklə Qarabağ komandasının məhz imarətdə oyun keçirəcəyi günü gözləyirik. Ölkəmiz, dövlətimiz həm iqtisadi, həm hərbi cəhətdən günü-gündən inkişaf edir və inanırıq ki, yaxın gələcəkdə Ali Baş Komandan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımız azad olunacaq və biz Qarabağımızın oyunlarını məhz Ağdamda imarətdə izləyəcəyik. İmarətdən Azərbaycan televiziyası canlı yayınlar hazırlayacaq. Sol cinahdan indi Vaqif Cavadov irəliləyir və onun qarşısını Neftçinin futbolçuları alırlar. Hələ ki, oyunda Qarabağın ərazi üstünlüyü var. Naydin indi Çobud səhvə yol verdi. Namik Yusufov top ələ keçirir. Sağ cinaha ötürməsi. Əfran İsmailov topu yerindən Namik Yusufova qaytarır. Vüqar Nadirov, lakin Vüqar topu komanda yoldaşına ötürə bilmir. Suat Ustan uzun ötürməsi Atem istiqamətinə. Admir Teli topa daha yaxındır və dərhal topu Fərhad Vəliyevə qaytarır. Zaur Əşimov, Rəşad Sadiqov, Vaqif Cavadov. Vaqif Cavadov, Vüqar Nadirov. Neftçi müdafiəsi hələ ki keçidə aman vermir. Qapıya doğru zərbə və Miçoviç komandasını qoldan xilas edir. Görüşdə ilk real qol vəziyyətini 14-cü dəqiqədə Qarabağ komandasının futbolçuları yaratdı. Əfran İsmailov cərimə meydançasında idi, lakin Miçoviç ona imkan vermədi. İndi Neftçinin əks hücumu Atem, Niyaqa, cərimə meydançasında Niyaqa. Və Qarabağın müdafiəçiləri top ələ keçirdilər. Meydan sahiblərinin müdafiəsində ani bir boşluq yarandı, səhvə yol verdilər və bundan Atem istifadə edərək topu Niyaqa istiqamətini ötürdü. Ardıcıl bir dəqiqədə iki təhlükəli vəziyyət. Və şanslardan istifadə olunmadı. Atem yenə irəliləyirdi, yerdə qaldı. Hakim qaydanın pozulmadığını bildirir. Vaqif Sadıxov və Qurban Qurbanov oyunu hələ ki ayaq üstə keçirirlər. Hər ikisi gərgindir. Vaqif Sadıxovun daha həyəcanlı olduğunu sezmək mümkündür. Çünki uzun müddətdir məşqçilikdən ayrı düşüb və Vaqif Sadıxov yenidən öz sevimli keçmiş peşəsinə qayıdışını qələbə ilə qeyd etmək istəyir. Yanında köməkçiləri Şakir Qəlibov və Arif Əsədov və Sadıxovun bir qədər əsəb olduğu bu dəqiqələrdə sezilir. Cərimə zərbəsini Neftçi yerinə yetirdi. Admir Teli qarşılayır. Niyaqa qapıya doğru zərbəsi və top qapının yanından keçir. Neftçi komandasında son günlər müəyyən dəyişikliklər baş verdi. Bu isə bir qədər əvvəl Qarabağın yaratdığı təhlükəli vəziyyətdir. Əvvəlcə top Kruglova toxundu və daha sonra Miçoviç topu uzaqlaşdırdı. Keçmiş hakim, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Neftçidə vitse-prezident postuna gətirildi. Eyni zamanda Vaqif Sadıxov baş məşqçi oldu. Orada Rəşad Sadiqov indi topla irəliləyir.
hakim qaydanın pozulmadığını bildirir. Bildiyiniz kimi Paytaxt klubunun gənc, enerjili rəhbərliyi var. Klubun prezidenti Əkbər Hacıyev komandanın inkişaf etməsi üçün, öz oyunu tapması üçün səylərini əsirgəmir. Komandada ideal şərait yaradılıb. Hətta kluba gəldiyi ilk günlərdə Tahir Süleymanov bunu bildirərək qeyd etdi ki, yaradılan şəraitdən yalnız nəticə göstərmək lazımdır. Və bizim də əsas məqsədimiz bu nəticəni göstərməkdir. Ruslan Abışov indi topu sağ cinaha Zaur Tağızadəyə ötürür. Admir Telinin müdaxiləsi və top qapı xəttindən çıxır, küncdən zərbə. Azat Mütəllimov indi Adrian Niaqanı bir qədər sakit olmağa çağırır. Qeyd edək ki, Niaqa meydanda oynadığı yaxşı futbolla yanaşı, eyni zamanda daim hakimlərə etirazını bildirir, rəqib futbolçulara etirazını bildirir və bir qədər əvvəl də Azat Mütəllimova etiraz etmişdi. Küncdən zərbəni Kruglov yerinə yetirəcək. Cərimə meydançasında Neftçinin 5 futbolçusunu görürük. Müdafiəçilər də hücuma qoşulub. Namik Yusifov qarşılayır. Vüqar Nadirov topladı. Ötürməsi bir qədər qısa oldu və Namik Yusifov qaydanı pozdu. Qurban Qurbanov isə futbolçularını bir qədər fəal olmağa çağırır. Azərbaycan Kubokunun son qalibi Ağdamın Qarabağ komandası Avroliqada playoff mərhələsinə qədər irəliləməyi bacardı. Rosenborg Honka komandalarını məğlubiyyətə uğratdı. Orada Neftçi cərimə zərbəsini yerinə yetirir. Cərimə meydançasına doğru ötürmə və Fərhad Vəliyev. Hakim isə küncdən zərbə işarəsini göstərir. Artıq Neftçi ikinci dəfə küncdən zərbəni yerinə yetirəcək. Ümumiyyətlə oyunda 2 küncdən zərbə olub. Hər ikisinin Neftçinin futbolçuları yerinə yetirirlər. Kruglov topu cərimə meydançasına tərəf ötürür. Müdafiəçilər topu uzaqlaşdırırlar. Elnur Allahverdiyev burada topa müdaxilə etdi və autu Neftçi yerinə yetirəcək. Rail Məlikov top oyuna daxil edir. Niaqa, Rail Məlikov və daha bir küncdən zərbə. Oyunun startında Qarabağ ərazi üstünlüyünə malik idi, lakin dəqiqələr keçdikcə Neftçi üstünlüyünü ortaya qoymağa başlayıb və bu dəqiqələrdə Neftçi daha üstün futbol nümayiş etdirir. Niaqanın ötürməsi cərimə meydançasına doğru Elnur Allahverdiyev qarşılayır. Naydinin müdaxiləsi. Əfran İsmailov və Zaur Həşimov topu uzaqlaşdırır. Ruslan Abışov, Maksim Medvedev, Naydin, Elvin Məmmədov, Vüqar Nadirov. Zaur Tağızadə topladı. Suat Usta. Atem. Rəşad Abdullayev sağ cinahdan Zaur Tağızadənin hücuma qoşmaq olardı, lakin Zaur bir qədər arxada dayanıb və Elnur Allahverdiyev indi Rəşadın keçidinə mane oldu. Zaur Tağızadə, Naydin və Fərhad Vəliyev. Qarabağ müdafiəçiləri artıq Valentin Atemi gözdən qoymurlar. Hər an onu nəzarətdə saxlayırlar. İlk dəqiqələrdə Atem təhlükəli olacağını göstərir. Əfran İsmailov, Maksim Medvedev. Əfran İsmailov meydanın mərkəzini keçir. Dünən bu komandaların əvəz edici heyətlər arasında görüş keçirilib. Ümumiyyətlə, bu komandaların əvəz edici heyətləri ötən ildə birinci Evrolunda gərgin mübarizə aparmışlar. Hətta birinci dövrəni Qarabağ lider kimi tamamlamışdı. Lakin son nəticədə Neftçi əvəz edici heyətlərin ilk çempionatında birinci yeri tutmuşdu. Bundan əvvəlki görüşlərdə də hər iki komanda maksimum nəticə göstərmişdi keçirdikləri oyunlarda. Qələbələr qazanmışdılar. 5 oyuna 5 qalibiyyət və dünənki görüşdə Suraxanı qəsəbə stadionuna keçirilən oyunda Neftçi Qarabağı 1-0 hesabı ilə məğlubiyyətə uğradı. Qarabağın çoxlu sayda qol imkanları olub, bunlardan istifadə edə bilməyib. Birinci hissədən bir nəfər azlıqda qalıb və Neftçi bu şansdan maksimum bəhrələnib.
Top yan xətdən çıxır, out. Kruglov topu yan xətdən oyuna daxil edəcək. Zaur Həşimov bir an belə Atimi gözdən qoymur. Görüşün artıq 21-ci dəqiqəsi gedir. Qarabağ Neftçi oyununda qol yoxdur. Niyaqa topu sağcına ötürdü. Zaur Tağızadə irəliləyir. Tağızadə zərbəsi və top qapının yanından keçir. Zaur Tağızadənin sağ cinahdan sürətli keçidləri və qüvvətli zərbələri həmişə olub. Artıq futbolçu getdikcə öz köhnə formasında, keçmiş formasında bərpa etməyə başlayıb. Və Neftçinin kapitanı əsas heyətdə yerini getdikcə möhkəmlədir. Tağızadənin sağ cinahdan keçirdi, lakin zərbəsi dəqiq olmadı. Fərhad Vəliyev qapıdan zərbə ilə top oyuna daxil edəcək. Naydin. Ruslan Abuşov. Zaur Həşimov. Və top yan xətdən çıxır. Neftçinin Estoniyalı futbolçu Kruglov top oyuna daxil edir. Neftçinin heyətində 3 Estoniyalı futbolçu var. Kruglov, Tavi Rahın və Astapenka. Hazırda Tavi Rahın ehtiyat oyuncular skamyasındadır. Kruglov isə əsas heyətdə yer alıb. Və Estoniya komandasının son rəsmi görüşlərində hər iki futbolçu meydana çıxmışdı. Tallin'dəki oyunda Estoniya Belçikanı 2-0 hesabı ilə məğlubiyyətə uğratmışdı. Əfran İsmailov irəliləyir. Suat ustadan sıyrıla bilmədi. Elvin Məmmədov, Rəşad Sadiqov topu qəbul edə bilmir. Rəşad Abdullayev, Namik Yusifov topu Qarabağ qazandırır. Kruglov. Hər iki komandanın futbolçuları qarşılıqlı ötürmə xətalarına yol verirlər. Maksim Medvedev, sağ cinahda Əfran İsmailov boşdur. Elvin Məmmədov, Ruslan Abuşovdan sıyrılır. Elvin Məmmədov cərimə meydançasına daxil olur. Top Elvindədir. Elvin yerdə qaldı və hakim qaydanın pozulmadığını bildirir. Elvin Məmmədova isə sarı kart göstərəcək. Simülyasiyaya yol verdiyinə görə Elvin Məmmədova sarı vərəqə göstəriləcək. Təbii ki, epizodun təkrarını izləsəydik yaxşı olardı. Görüşün 23-cü dəqiqəsində. Budur epizodun təkrarı. Elvin Məmmədov cərimə meydançasına daxil olur. Dmitri Kruglovla top uğruna mübarizəsi. Suat Usta da bura gəlir və Elvin Məmmədov yerdə qaldı. Hakim qaydanın pozulmadığını bildirir. Görüşün 23-cü dəqiqəsində Azad Mütəllimov ilk sarı kartı göstərdi Qarabağın futbolçusu Elvin Məmmədova. Vladimir Miçoviç sərbəst zərbə ilə top oyuna daxil edəcək. Bildiyiniz kimi milli komandamız son rəsmi oyununu Bakıda Rusiya komandası ilə keçirdi və 4-cü qrupda 5-ci xanını topladı. Turnir cədvəlini 5-ci pillədə tamamladı. Rekord təzələnmədi. Milli komandamız xüsusən son 4 xalı son 2 oyunda qazandı. Liechtenstein üzərində səfər qələbəsi 2-0 hesabı ilə qalibiyyət və Rusiya ilə Bakıda alınan bir birlik bərabərlik. Təbii ki, tarixdə nəticə qalır. Son Avropa çempionatının bürünc mükafatçısı ilə əldə olunan heç-heçə bütün futbol ictimaiyyətini sevindirməlidir. Və bunu uğur kimi qələbə verməliyik. Azərbaycan milli komandamızı hamımızındır, hər birimizindir. Milli komandamızın vurduğu hər bir qol, qazandığı hər bir nəticə, aldığı hər bir xala bütün ölkə vətəndaşları sevinməlidir. Təbii ki, buna sevinməyənlər, buna xüsusi don geydirənlər, qara yaxanlar Azərbaycan futbolunu istəməyən adamlardır. Sol cinahdan indi Qarabağ komandasının hücumu. Neftçinin futbolçuları hələ ki keçidə aman vermirlər. Maksim Medvedevin ötürməsi isə dəqiq deyil. Kruglov. Rəşad Abdullayev. Rəşad Abdullayev sol cinahlı irəliləyir. Rəşad Abdullayev iki futbolçu əhatəsindən çıxır və Zaur Həşimov onun irəliləməsinə mane oldu. Maksim Medvedev topladı. Maksim Medvedev. Lakin ötürməsi bərk oldu. Vüqar Nadirov istiqamətini ötürmə vermək istədi. Ötürməsi dəqiq olmadı və top qapı xəttindən çıxır. Geridə qalan 26 dəqiqə haqqında onu demək mümkündür ki, qarşılıqlı hücumlar şəraitində keçən bir oyun izləyirik.
Qarabağın ərazi üstünlüyü var, qol vəziyyətində yaradıb və şansdan istifadə edə bilməyib. Maksim Medvedev, Kruglov, Suat Usta, Rəşad Sadiqov, Leonard Naydin, Zaur Əşimov, Rəşad Sadiqov, Elvin Məmmədova ötürmə verməyə mane oldu Neftçinin futbolçuları və topu ələ keçirib cəld əks hücum qururlar. Atem, Niyaga və Elnur Allahverdiyev. Salyandi isə artıq Muğan Inter qarşılaşmasında azarkeşlər 4 gol izləyiblər. Oyundan kənar vəziyyət. Adrian Niyaga oyundan kənar vəziyyətdə idi. Yan xətt hakiminin bayrağı havaya qalxdı. Və Qarabağ sərbəst zərbə ilə top oyuna daxil edir. Muğan Inter oyunun 15-ci dəqiqəsində Rubins hesab açıb. Latviya komandasının futbolçusu ölkəsinin son rəsmi görüşündə də 2 gol vurdu. Latviya komandasının heyətində 2 gol vurmağı bacardı və 3-cü gol zamanı isə ötürməni Salanın isim verdi. Zakatalan Simur komandasının futbolçusu 3-cü golun asistentliyini etdi. Latviya komandası son seçmə oyunda rəqibi üzərində 3-1 hesabı ilə qələbə qazandı. Muğan Inter oyununda hesabı Rubins açıb. Daha sonra 18-ci dəqiqədə Rubins özünün və komandasının 2-ci golunu vurub. 23-cü dəqiqədə Da Silva fərqlənib və 30-cu dəqiqədə penalti zərbəsini Muğanın futbolçusu Narsiso dəqiq yerinə yetirib. Hazırda həmin qarşılaşmada ilk yarının son dəqiqələri oynanılır və Interin 3-1'lik üstünlüyü davam edir. Əfran İsmailov, Rəşad Abdullayevin pressingi var. Əfran topu itirməməyə cəhd göstərdi və Suat Usta topu yan xəttdən çıxartdı. Neftçinin Türkiyəli futbolçusu. Neftçinin bundan əvvəlki vitse-prezidenti İlqar Quluzadə ayrı işə keçməsi ilə əlaqədar komandadakı fəaliyyətinə son verdi. Klub rəhbərliyi ona göstərdiyi xidmətə görə, fəaliyyətinə görə təşəkkürünü bildirdi. Və bir daha qeyd edək ki, hazırda klubda bu funksiyanı Tahir Süleymanov yerinə yetirir. Oyundan əvvəl Qurban Qurbanovun maraqlı açıqlaması var. Neftçini məğlub etməyə cəhd göstərəcək. Ümumiyyətlə Quzanlıda keçirdiyimiz hər bir oyuna 3 xal üçün çıxırıq və maksimum nəticə qazanmağa çalışırıq. Vüqar Nadirov yerdə qalır, hakim qaydanın pozulmadığını bildirir. Adrian Niyaga, onun yanında Namik Yusifov var. Namik Yusifov onun qarşısını almağa cəhd göstərir. Niyaga Zaur Tağızadən sürətli hesablanmış ötürmə verdi. Zaur Sağcını irəliləyir, ötürməsi Atem cəmi meydançasındadır və Fərhad Vəliyev. Fərhad Vəliyev bu epizodda komandasını deyərdi ki, Real qoldan xilas etdi. Atem topa toxunacağı halda yəqin ki, Neftçi hesab açmağa çox yaxın olardı, lakin ...29-cu dəqiqədə yaşanan epizodda Fərhad Vəliyev yaxşı oynadı. Univac Premier Liqasının 7-ci turunda dünən keçirilən 4 oyunun nəticəsini sizə təqdim etdik. Budur bir qədər əvvəlki epizodun təkrarı. Zaur Həşimov bir anlıq yerdə qaldı, nəzarəti itirdi və Atem əlverişli şans qazandı. Bəli, dünən keçirilən görüşlərin nəticələrini bir daha xatırladırıq. Standart Sumqayıt Xəzər Lənkəran 1-2, Turan Bakı 0-1, Qəbələ Olimpik Şüvəlan 2-1, Simurq Karvan 2-0. 6 oyundan sonra Simurq 13 xalla turun cədvəlində 1-ci pillədədir. Bugünkü 2 oyuna qədər, təbii ki, Xəzər Lənkəran 5 oyundan 11 xalla 2-ci pillədədir. Inter 5 oyuna 10 xal toplayıb və bugün artıq Muğan üzərində qələbəyə yaxındır. 3 xalı qazanacağı təqdirdə Interdə 13 xallı komanda olacaq. Qarabağın 5 oyundan 10 xalı var, Neftçinin 5 oyundan 9 xalı. Qarabağ 3 qələbə, 1 neticə və 1 məğlubiyyət. Əfran İsmailov cərimə zərbəsini yerinə yetirir. Ruslan Abuşov qarşıladı. Neftçili isə 5 oyundan
3 qələbə, 2 məğlubiyyət və maraqlıdır ki, Neftçi hər iki məğlubiyyəti məhz öz meydanında keçirdiyi oyunlarda alıb. Bakıxanov Qəsəbə stadionunda əvvəlcə Muğana 0-2 hesab ilə məğlub oldu, daha sonra Smyurqa Zakatala təmsilçisinə 0-1 hesab ilə uduzdu. Rəşad Sadiqov Vüqar Nadirov istiqamətini ötürmə verdi və Ruslan Abışov yaxşı oynayır. Ruslanın son turlar uğurlu çıxışı məhz Bert Fox'un diqqətinə yayınmadı. Bert Fox onu milli komandamızın da düşərgəsinə cəlb etdi. Fərhad Vəliyev topladı. Qurban Qurbanov isə qayğılıdır. Birinci hissədə qol istəyirdi təbii ki, gənc məşqçi. Topu qəbul edərkən Ruslan Abışov ayağından zədə aldı. Vüqar Nadirov ona qarşı bir qədər sərt oynadı. Və indi Ruslan Abışova tibbi yardım göstəriləcək. Vaqif Sadıxovla Şakir Qəribov isə məsləhətlərini davam etdirirlər. Bir qədər əvvəl qeyd etdik, məhz gənc yaşlarında Vaqif Sadıxov əvvəlcə Xəzər Sumqayıtda karyerasının son illərini futbolçu kimi keçirdi. Daha sonra Fərid komandasının, Bakının Fərid komandasının və Nicat komandalarının məşqçisi oldu. Nicat komandasında oyuncu məşqçi funksiyasını yerinə yetirdi. Hətta o vaxtlar Nicat gözəl futbolu ilə diqqəti cəlb edirdi, Maçdağanı təmsil edirdi və bundan sonra Neftçinin baş məşqçisi postuna gətirildi. 94-cü ildə komanda çempionatda çıxışını yarımçıq dayandırdı. Haqsızlığa, hakim haqsızlığına, onlara qarşı edilən rəftara görə çempionatı sona qədər davam etdirmədilər. Tural Nərmanov cəlmə zərbəsini yerinə yetirir. Qarabağın müdafiəçiləri topu qapıçıları Fərhad Vəliyevə ötürməyi bacarırlar. Fərhad topu dərhal irəli vurur. Vüqar Nadirov, Namiq Yusifov, Elvin Məmmədov topu sağ cana ötürməyi bacarır. Hakim isə mərkəz xəttdə Niyaqanın Namiq Yusifova qarşı şovutluq edildiyini bildirir və oyunu saxlayır. Qarabağ komandası cərimə zərbəsini yerinə yetirəcək Zaur Həşimovla. İlk yarının başa çatmasına 12 dəqiqə qalıb. Bu dəfə Naydin qaydanı pozdu və daha bir cərimə zərbəsini Qarabağ dərhal yerinə yetirdi. Elvin Məmmədov, Vaqif Cavadov, sol cinahdan Vaqif Cavadov irəliləmək istədi, onun qarşısını kəsirlər. Buna baxmayaq, top yenə Qarabağda qalıb. Vaqif Cavadovun növbəti keçid istəyi baş tutmadı. Elnur Allahverdiyev isə topu yan xəttdən çıxarır, out. Rəşad Abdullayev, Zaur Həşimov, Əfran İsmailov. Hakim Əfran topu qəbul edərkən ona əli ilə toxunduğunu bildirir. Elnur Allahverdiyev, Adrian Niyaqa, Niyaqa sağ cinahlı irəliləyir. Zaur Tağızadə. Oyunda dəfələrlə Niyaqa ilə Namiq Yusifov arasında gərgin anlar yaşadığının şahidi oluruq. Atem və Zaur Tağızadə əlverişli mövqedə olsa da ötürmə verməyə qərar aldı və ötürməsi dəqiq olmadı. İndi Qarabağ komandasının sürətlə küsün başlaya bilər. Əfran İsmailov növbəti dəfə Əfran ötürməni verə bilmədi. Sağ cinahdan isə Maksim Medvedev sürətli irəliləyirdi. Qarabağın sağ cinahında iki gənc futbolçunu görmək mümkündür. Maksim Medvedev və Əfran İsmailov. Onların qarşısında isə iki təcrübəli futbolçu Dimitri Kruglov və Rəşad Abdullayev var. Maksim indi yaxşı oynadı. Sona qədər mübarizə aparıb topu Qarabağ qazandırır. Maksim Medvedevin ötürməsi. Elvin Məmmədov topu qəbul edir. Zərbəsi və Miçoviç.
Azat Mütəllimovun bu anda qərarı bir qədər mənim üçün qaranlıq qaldı. Ola bilər Elvin Məmmədovun topu əli ilə saxladığını düşünürdü və buna görə də cərimə zərbəsini təyin etdi. Miçoviç isə məhz qolu ilə topa toxunduğuna görə hakimin sarı vərəqə verməli olduğunu göstərir. Nəzərə alaq ki, Elvin Məmmədovun hesabında bir sarı kart var. Suat Usta. Niyaga. Yanında Naydin var. Adrian Niyaga sürətli irəliləyir. Niyaga qapıya doğru zərbəsi və Fərhad Vəliyev yerindədir. Niyaga'nın zərbəsi o qədər də qüvvətli alınmadı və Fərhad Vəliyev topu tuta bilir. Salyanda keçirilən Muğan-Inter qarşılaşmasında artıq daha bir qol vurulub. Inter 4-1 hesab ilə irəlidədir. Bəli, çempionata uğurla başlayan Muğan komandası Xəzər Lənkəran məğlubiyyətinin ardınca deyəsən Interlə oyunda da xal qazana bilməyəcək. Artıq buna çox yaxındır. Zaur Tağzadə topu qəbul edir. Niyaga sağ cinahda boş mövqedədir. Rəşad Abdullayev. Rəşadın ötürməsi dəqiq olmadı. Elnur Allahverdiyev, Rəşad Sadiqov. Naydin. Rəşad Abdullayev. Zaur Tağzadə. Topu yenidən Rəşada qaytarmaq istədi və yenə bu futbolçular arasında anlaşmazlıq var. Ümumiyyətlə, yeni baş məşqçi gələndən sonra sistemin oturması, yeni taktiki plana öyrəşmə, yeni məşq sistemi, bütün bunlar müəyyən vaxt tələb edir, düzdür. Çempionatda yaranmış fasilə Vaqif Sadıqovun işinə yaradı, lakin bunun üçün 10-15 gün müddət çox azdır. Eyni problemi Bakı komandasında Bülent Qorxmaz da yaşayır. Baxmayaraq ki, komanda Antalya'da təlim məşq toplantısı keçirdi. Vaxtdan istifadə edib Antalya'da 2 yoxlama görüşündə qüvvəsini sınadı. Lakin bütün bunlar Bülent Qorxmazın oyun fəlsəfəsini Bakının futbolçularına aşılaması üçün çox az müddətdir. Hamı təbii ki, istər Vaqif Sadıqovdan Neftçinin azarkeşləri, istər Bülent Qorxmazdan Bakı azarkeşləri tez bir zamanda möcüzə gözləyirlər, lakin bunun üçün uzun müddət lazımdır. Və klub rəhbərliyi də bunları bilə-bilə göz önünə ala-ala mövsümün məhz startından bir qədər sonra məşqçi dəyişikliyinə qərar verdi. Hər iki komandanın heyətində yetərincə kvalifikasiyalı futbolçular var, lakin onların sistemə uyğunlaşması lazımdır. Vaqif Cavadov indi cərimə zərbəsini yerinə yetirəcək. Neftçi komandası bir futbolçu ilə canlı sədd qurur. Cərimə meydançasında Qarabağın 6 futbolçusunu görürük. Vaqif Cavadov cərimə meydançasına doğru ötürmə verir. Birbaşa qapıya doğru zərbə və gol! Vaqif Cavadov hesab açır. Görüşün 40-cı dəqiqəsində Vaqif Cavadov topu Neftçinin qapısından keçirir. Heç kimin gözləmədiyi bir halda. Nə Neftçinin müdafiəçiləri, nə də qapıcı bunu gözləmirdi və top qapıdan keçir. İndi Neftçinin futbolçuları yan xət hakiminə etirazlarını bildirirlər. Baş hakimə etirazlarını bildirirlər. Bax, bu epizodda Vaqif Cavadov topu qapıya göndərərkən Zaur Həşimovun Miçoviçə mane olduğunu yəqin ki, iddia etmək istəyirlər. Qolun təkrarının bir daha izləsəydi yaxşı olardı, bəli. Məhz hərəkətlərdən də görünür ki, futbolçular istər Rail Məlikov, istər Miçoviç Zaur Həşimovun Miçoviçə etiraz etdiyini hakimə sübut etmək istəyirlər. Azat Mütəllimov Miçoviçə sarı kart göstərdi. Bəli, qolun təkrarını bir daha izləyirik. Bu kadr yox, o biri kadrda daha rahat görmək olurdu. Miçoviç və Zaur Həşimov və Qarabağ hesab açır. Bax, bu anda
top qapıdan keçdi. Və Neftçinin futbolçuları məhz buna görə görüşün baş hakimi Azad Mütəllimova etirazlarını bildirirlər. Beləliklə görüşün 40-cı dəqiqəsində hesab açıldı. Vaqif Cavadovun cərimə zərbəsindən qapıya doğru birbaşa göndərdiyi top və hesab açılır. Qarabağ 1, Neftçi 0. Neftçi topa mərkəzdən başladı. Naydin cərimə zərbəsini dərhal yerinə yetirir. Rail Məlikov sağ cinahdan hücuma dəstək verir. Oyun ərzində ilk dəfədir Railin məhz sağ cinahda aktiv şəkildə hücuma qoşulduğunu görürük. Kruglov da cinahdan demək olar ki hücuma getmir. Bəli, oyunda gərginlik məhz bu qoldan sonra xeyli yüksəldi. Vaqif Sadıxovun üzüntüsü. Azad Mütəllimov indi Qarabağın futbolçusunu meydanın kənarına dəvət edir. Uzanlı Qəsəbə stadionunda azarkeşlərin sevinci hələ də davam edir. Vaqif Cavadov görüşün 40-cı dəqiqəsində hesab açdı və hesab açıldıqdan sonraki müddətdə hələ ki durğunluq var. Vaqif Cavadovun zədəsi deyəsən yetərincə ciddidir və o meydanın kənarına dəvət olunur. Qarabağ cərimə zərbəsini yerinə yetirdi. Elvin Məmmədovun gözəl hərəkətlər cərimə zərbəsində daxil olur. Elvin yerdə qalır və top Miçoviçdədir. Artıq ilk yarıda 44 dəqiqə geridə qaldı. Neftçi komandasının hücumu, top Atimə çatmadı və Fərhad Vəliyev top tutur. Qarabağın daha bir hücumu. Elvin Məmmədov indi bir qədər sərt oynadı və daha sonra etdiyi hərəkətə görə Miçoviçdən üzr istədi. Artıq qarşılaşmanın birinci hissəsi sona çatmaq üzrədir. Azərbaycan televiziyasının efirində xəbərlər, informasiya buraxılışı olacaq. Və Quzanlı Qəsəbə stadionundan canlı yayımımız ikinci hissədən davam edəcək. Vaqif Cavadov meydana qayıtdı.
Azərbaycan televiziyasının canlı yayımında Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən Qarabağ Ağdam Neftçi Bakı oyunu davam edir. İkinci hissə bir qədər sonra başlayacaq. Birinci hissədən sonra hesab 1-0 Qarabağ komandasının xeyrinədir. Görüşün 40-cı dəqiqəsində Qarabağın futbolçusu Vaqif Cavadov cərimə zərbəsini yerinə yetirdi və topu birbaşa qapıya göndərdi. İndi həmin qolun təkrarına baxacağıq. İkinci hissə başlamazdan öncə budur qolun təkrarı. Vaqif Cavadov cərimə zərbəsini yerinə yetirir. Cərimə meydançasına doğru ötürmə və top birbaşa qapıdan keçir. Qoldan sonra Neftçinin futbolçuları hakimə etiraz etdilər. Məhz Vaqif Cavadovun cərimə meydançasına göndərdiyi top zamanı Zaur Həşimovun Miçoviçə qarşı kobudluq etdiyini iddia etdilər və Azad Mütəllimov qolu hesaba aldı. 1-0 Qarabağ birinci hissədən sonra irəlidədir. Unibank Premyer Liqasının 7-ci turunda baş verən bütün maraqlı hadisələr, bütün kritik məqamlar Sabah İdman Azərbaycan kanalının axşam efirində saat 21:15-də başlayacaq Premyer Liqa verilişində ətraflı şəkildə müzakirə olunacaq, tamaşaçılara təqdim ediləcək. İkinci isə başlamaq üzrədir. Artıq Azad Mütəllimov meydandadır. Mən sizi komandaların heyətləri ilə bir daha tanış etmək istəyirəm. Əvvəlcə qonaq komanda Neftçinin heyəti ilə tanış olaq. Neftçi də qapını Vladimir Miçoviç qoruyur. 2 nömrəli oyuncu Rail Məlikov, 5 Leonard Naydin, 15 Ruslan Abışov, 23 Turan Nərmanov, 3 Suat Usta, 22 komandanın kapitanı Zaur Tağzadə, 25 Adrian Niyaga, 27 Rəşad Abdullayev, 16 Dmitri Kruglov və 30 Valentin Atem. Neftçi komandasının baş məşqçisi Vaqif Sadıxovdur. Meydan sahibləri Qarabağın heyəti. Qapını Fərhad Vəliyev qoruyur. 2 nömrəli oyuncu Elnur Allahverdiyev, 4 Zaur Həşimov, 5 Maksim Medvedev, 6 Rəşad Sadiqov, 7 Namiq Yusifov, 9 Elvin Məmmədov, 17 Vüqar Nadirov, 20 Vaqif Cavadov, 22 Əfran İsmailov, 24 Admir Teli. Qarabağ komandasının kapitanı Fərhad Vəliyevdir. Komandanın baş məşqçisi Qurban Qurbanov. Baş hakim Azad Mütəllimov saatına baxır, yan xət hakimləri ilə məsləhətləşəcək və ikinci hissəyə start verəcək. Baş hakim Sumqayıtdan olan Azad Mütəllimovdur, onun köməkçiləri İlham Əliyev və Vaqif Musayev, dördüncü hakim isə Elvin Əskərovdur. İkinci hissədə topa mərkəzdən Qarabağ komandasının futbolçuları başlayacaqlar. Azad Mütəllimov artıq son hazırlığını görür. Bir qədər ikinci hissənin başlamasında pauza yaranıb. Dördüncü hakim hələ ki hər şeyin qaydasında olduğunu göstərməyib. Yalnız onunla məsləhətləşdikdən sonra Mütəllimov ikinci hissənin startını verəcək. Birincisi haqqında tamaşaçılara qısa məlumat verək. Oyun Qarabağ komandasının ərazi üstünlüyü ilə başladı. Ağdam futbolçuları ilk dəqiqələrdə daha baxımlı futbol nümayiş etdirirdilər. Qapıya doğru ilk təhlükəli vəziyyətdə Qarabağın futbolçusu Vüqar Nadirovdan gəldi. 4-cü dəqiqədə onun zərbəsinin qarşısını Miçoviç aldı. İndi Azad Mütəllimov ikinci hissənin startını verir. Hər iki komandaya uğurlar arzuluyuruq. Beləliklə Qarabağ Neftçi oyununda ikinci hissə başladı. 11-ci dəqiqədə qapıya doğru uzaqdan Elvin Məmmədov zərbə vurdu və onun zərbəsindən sonra top qapının yanından keçdi. 14-cü dəqiqədə isə qarşılıqlı iki hücum izlədik. Əvvəlcə Qarabağın hücumu zamanı Kruglov təhlükəni sovuşdurdu və daha sonra Miçoviç komandasını qoldan xilas etdi. İndi Atemin zərbəsi və top qapının üstündən keçir. İkinci hissədə qapıya doğru ilk zərbə Qarabağın futbolçularından gəlir. Bunun ardınca Neftçi hücum təşkil etdi və Valentin Atem əlverişli mövqedə olan Niyaqanı zərbə mövqeyinə çıxartdı, lakin Niyaqa zərbə vura bilmədi. 29-cu dəqiqədə Valentin Atem cərimə meydançasında Zaur Həşimovun səhvindən sonra topu qəbul etsə də Fərhad Vəliyev cəld tərpənərək topu tutdu və 40-cı dəqiqədə Vaqif Cavadov cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açdı. Oyunun ilk 15 dəqiqəsi Qarabağın üstünlüyü şəraitini keçdi, ərazi üstünlüyü şəraitində daha sonra Neftçi müəyyən müddət üstünlüyü əl aldı, topa daha çox nəzarət etdi və bundan sonra qarşılıqlı hücumlar izlədik. Ümumilikdə birinci hissəni
qarşılıqlı hücumlar şəraitinə keçən bir mücadilə kimi dəyərləndirə bilərdik. Neftçi də irəli xəttdə Atem xeyli fəaldır. Bu arada Neftçinin hücumu Suat Usta zərbəsi və yan xət hakiminin bayrağı havadadır. Suat Usta topu qapıdan keçirsə də yan xət hakiminin bayrağı havadadır və 47-ci dəqiqədə onun zərbəsindən sonra top qapıdan keçir. Hakim qolu hesaba almır. Yəqin ki, yan xətt kamerasından bu epizodu daha rahat şəkildə görmək olar. Hücuma qoşulmuş Suat fərqlənməyə də bacarsa da hakim qolu hesaba almadı. Vüqar Nadirov topu qəbul etməyə yaxın idi, lakin Neftçinin müdafiəçiləri indi yaxşı oynayırlar. Top yan xəttdən çıxır, out. Maksim Medvedev topu yan xəttdən oyuna daxil edir. Əfran İsmailov indi topu əllə toxundu. Hakim qayda pozuntusunu qeydə alır. Cərimə zərbəsini Neftçi yerinə yetirəcək. Unibank Premyer Liqasında 7-ci turun son qarşılaşmaları Salyan'da Muğan komandası Interlə görüşür. Artıq həmin oyunda ikinci isə başlayıb və Interin 4-1'lik üstünlüyü davam edir. Qarabağ Neftçi oyununda isə Qarabağ 1-0 hesabı irəlidədir. Hamid Yusifov, Vaqif Cavadov, Elnur Allahverdiyev. Elnur'un sağ cinahı uzun ötürməsi Kruglov qarşılayır. Diqqət çəkən məqamlardan biri Neftçinin sağ və sol cinahlarının hücuma aktiv şəkildə qoşulmamasıdır. Adətən biz Dimitri Kruglovu və Rahil Məlikovu hücumlar təşkil olunarkən çox aktiv olduqlarını görmüşük. Lakin birinci hissədə bu futbolçular daha çox müdafiədə qalmağa üstünlük verdilər. Yəqin ki, ikinci hissədə artıq Neftçi hücum etməyə başladığı halda cinah müdafiəçilərinin də biz aktivləşdiyini görəcəyik. Vaqif Sadıxovun məşqliyə qayıtdıqdan sonra ilk rəsmi matçıdır bu. Rəqib də yetərincə güclüdür. Cəbhə bölgəsində Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya kompleksinin stadionunda Qarabağ Neftçi oyunu Azərbaycan televiziyasının canlı efirindədir. Sağ cinahdan indi Qarabağ komandasının hücumu və qayda pozuntusu. Maksim Medvedev topu ələ keçirmək istərkən qaydanı pozdu. Bəli, bir qədər əvvəl Neftçinin müdafiəçiləri haqqında, cinah müdafiəçiləri haqqında fikirlərimizi qeyd etdik. Onların hücuma qoşulmamaları haqqında, lakin Qarabağda Maksim Medvedev ilə Elnur Allahverdiyev bu baxımdan çox fəaldırlar. Ruslan Abuşov. Oyundan kənar vəziyyət yoxdur. Atem zərbəni vurur və top qapının yanından keçir. Bu görüşdə yan xət hakimlərindən biri artıq bu ildən, dekabrın 31-dən beynəlxalq oyunlara təyinat almayacaq, öz missiyasını başa çatdıracaq və Futbol Federasiyasının UEFA'ya göndərdiyi, FIFA'ya göndərdiyi hakimlərlə bağlı siyahısında yeni bir isim Laysman kimi Vaqif Musayev göstərilib. Eyni zamanda FIFA referlərimiz Faliz Yusifovla Musal Əliyev növbəti mövsümdə də 2010-cu ildə də missiyalarını davam etdirəcəklər və onlarla yanaşı gənc Anar Salmanov FIFA referisi funksiyasını yerinə yetirəcək. Qarabağ indi outdan top oyuna daxil edəcək Maksim Medvedevlə. Qapıya doğru zərbə və top qapının üstündən keçir. Vüqar Nadirovun zərbəsi çox qüvvətli alındı və top qapının üstündən keçdi. Budur Vüqar Nadirovun akrobatik kullanışla qüvvətli zərbəsi və top qapının üstündən keçdi. 51-ci dəqiqədə
Qarabağ komandası təhlükəli vəziyyət yaratdı və top qapının üstündən keçdi. Təəssüf ki, bir qədər əvvəl Suat Ustanın qol vurduğu epizodda yan xəttdən təkrarı izləyə bilmədik. Həmin epizodda Vaqif Musayev bayrağını havaya qaldıraraq qolu hesaba almamışdı. Vaqif Cavadov. Admir Teli. Suat Usta. Sağ cinahda Rahil Məlikov topu qəbul etməyə yaxındır. Elnur Allahverdiyev və out. İndi cəlmə zərbəsini Dmitri Kruglov yerinə yetirəcək. Vaqif Cavadovla Qarabağ canlı sədd qurub, Kruglovun cəlmə meydançasına doğru ötürməsi Namiq Yusifov qarşılayır. Suat Ustanın zərbəsi və top qapının üstündən keçir. Top yan xəttdən çıxır, out. Rahil Məlikov topu yan xəttdən oyuna daxil edir. Valentin Atem Admir Teli top uğruna mübarizə apardı və indi Rahil Məlikov müdaxiləsindən sonra top yan xəttdən çıxır. Unibank Premier Liqasında 7-ci turun dünən keçirilən qarşılaşmaların nəticələrini bir daha sizə təqdim edirik. Qəbələ Olimpik Şüvəlan 2-1 Qəbələ komandası çempionatdan növbəti qalibiyyətini əldə etdi. Standart Sumqayıt Xəzər Lənkəran 1-2, Turan Bakı 0-1, Simuk Karvan 2-0. Zaur Əşimov sağ cinaha uzun ötürmə verir. Əfran İsmailov topun çalışdı ki, xətti keçməsinə imkan verməsin, lakin hakim out göstərir. Kruglov, Ruslan Abuşov, Namiq Yusifov, Admir Teli, Kruglov, Admir Teli, Elvin Məmmədov topu qəbul edir. Qarabağın hücumu sağ cinahdan davam edir və Neftçinin müdafiəçiləri yalnız indi top ələ keçirirlər Suat Usta ilə. Suatın daha bir uzun ötürməsi sol cinahdan Rəşad Abdullayev hücuma qoşmaq istəyir, lakin Rəşad topa yetişə bilmədi. Maksim Medvedev. Vaqif Cavadov, Elvin Məmmədov oyundan kənar vəziyyəti yoxdur. Elvin Məmmədov cəlməyəsinə daxil olur. Top elə ki Elvindədir. Elvin Məmmədov ötürməsini verir və Vaqif Cavadov topu qəbul edə bilmədi. Zaur Tağzadə. Tural Nərmanov. Sol cinaha Rəşad Abdullayevə uzun ötürmə verir. Rəşad topu qəbul etdi. Qarşısında Maksim Medvedev var. Rəşad Abdullayev Atemi hücuma qoşmaq istədi, lakin ötürməsi dəqiq olmadı. Muğan Inter qarşılaşmasının 15-ci dəqiqəsində Andrey Rubinslə Inter hesab açıb. 3 dəqiqə sonra Rubins özünün və komandasının ikinci qolunu vurub. 23-cü dəqiqədə Da Silva 3-cü topu Muğanın qapısından keçirib. 30-cu dəqiqədə Narciso Yakobo penalti zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərq azaldı və 45-ci dəqiqədə Samir Abbasov 4-cü topu vurub. Inter Muğanı 4-1 hesab ilə məğlubiyyətə uğradır və həmin oyunda artıq 75-ci dəqiqə oyuna alınır.
Və artıq Salyandan daha bir xəbər almışıq. Muğan Inter qarşılaşmasında Inter 5-1 hesab ilə öndədir. Bir qədər əvvəl isə qaydanı pozan Namiq Yusifova hakim sarı kart göstərir. Adrian Niaga ilə Namiq Yusifov oyun ərzində çox tez-tez rastlaşırlar. Və 57-ci dəqiqədə hakim Namiq Yusifova sarı vərəqə göstərdi. Vüqar Nadirov. Əfran İsmailov. Ötürmə dəqiq deyil. Naydin. Dmitri Kruglov. Leonard Naydin. Tural Nərmanov. Suat Usta. Naydin. Tural Nərmanov topu özündən bir qədər irəli atır və sağ cinaha uzun ötürmə verir. Qarabağ komandasının futbolçuları out atışını yerinə yetirəcəklər. İkinci isə bir qədər sürətli başladı. Hər iki komanda təhlükəli vəziyyət yaratdı və artıq müdafiəçiləri keçmək bir qədər əngələ çevrilib. Rəşad Abdullayevdən gözəl hərəkətlər. Topu Suat Ustaya ötürür. Suat Usta qapıya doğru zərbə vurur və Qarabağın müdafiə xətti etibarlı oynayır. Fərhad Vəliyev isə topu qüvvətli zərbə ilə irəli vurur. Ruslan Abuşov. Və Fərhad Vəliyev. Milli komandamızın sentyabrın əvvəlində Finlandiya və Almaniya ilə görüşlərinə görə Premier Liqamızın 3-cü turu təxirə salınmışdı və həmin 3-cü turun görüşləri məhz növbəti həftə keçiriləcək. Hakem qaydanı pozub topu ələ keçirmək istəyərkən Admir Teliyə qarşı şovuda oynadı. Oktyabrın 20-si, 21-i və 22-si məhz 3-cü turun təxirə salınmış oyunları baş tutacaq. Həftə sonu oktyabrın 24-ü və 25-i isə 8-ci tur keçiriləcək və bununla demək olar ki, bütün komandalar oyunlarını bərpa edəcəklər. Yalnız ilk turda təxirə salınmış Xəzər Lənkəranın Bakı qarşılaşması noyabrın 25-də baş tutacaq. Niyaqa sağ cinaha növbət dəfə ünvansız ötürmə verir. Tağızadə üçün bu topla çatmaq çox çətindir və Elnur Allahverdiyev out atışını yerinə yetirir. Vaqif Cavadov, Admir Teli və Fərhad Vəliyev. Yəqin ki, növbəti turun oyunlarından sonra artıq altılı uğrunda mübarizə aparacaq komandaların sayı dəqiqləşə bilər. Turan və standartlı mübarizədən qorxmaq üzrədir, lakin buna baxmayaraq bu komandalarda hələ ki təslim olmaq istəmirlər. Vaqif Cavadov, Elnur Allahverdiyev sol cinahdan irəliləyir. Elnur cərimə daxilama cəhd göstərir, top elə ki Elnurdadır. Elnur Allahverdiyev top bir qədər özündə saxladı. Topu yerindən Vaqif Cavadova qaytıra bilər. Sol cinahda Elnur və Rail Məlikov nəhayət topu ondan ala bildi. Görüşün baş hakimi oyunu saxlayır və Neftçi komandası sərbəst zərbə ilə top oyuna daxil edəcək.
Interin futbolcusu Poşkus Luğan Inter qarşılaşmasının 70-ci dəqiqəsində 5-ci topu Salyan təmsilçisinin qapısından keçirib. Naydin. Rəşad Abdullayev. Leonard Naydin. Rəşad Abdullayev lakin ötürməni verə bilmir. Elvin Məmmədov topladı. Elvin sol cinahı ötürmə verir. Vaqif Cavadov topa yetişə bilmədi və top yan xəttdən çıxır out. Inter bugün qələbə qazanacağı təqdirdə artıq demək olar ki, qələbəni əldə edib, 3 xal əldə edib. Simurqla xalını bərabərləşdirəcək hər iki komandanın 13 xalı olacaq. Qarabağ komandası da əgər Neftçini məğlubiyyət uğradarsa 13 xallı komandalardan birinə çevriləcək. Qəbələnin artıq 8 xal topladığını qeyd edək. Neftçi 9 xal yığıb. Bakı komandası isə dünən çempionatda ikinci qalibiyyətini aldı və 7-ci xalını topladı. Top yan xəttdən çıxır və növbət dəfə Elnur Allahverdiyev topu oyuna daxil edəcək. Birinci hissədə bu komandaların əvəzedici heyətlər arasında dünən keçirilən oyunun nəticəsini təqdim etdiyi Neftçi Qarabağı 1-0 hesabla məğlubiyyətə uğradıb və vahid liderə çevrilib. Qeyd edək ki, artıq ötən ildən başlayaraq Peşəkar Futbol Liqası komandaların əvəzedici heyətlər arasında çempionatı keçirir. Məhz Peşəkar Futbol Liqası təsis olunduqdan sonra çempionatımıza marağı getdikcə yüksəlir. Çempionluqla mübarizə daha da gərginləşir. Bu mövsüm son illərin milli çempionatlar tarixinin ən maraqlı çempionatı gözlənilir. Və təbii ki, yaranmasının qısa müddət olmasına baxmayaraq Peşəkar Futbol Liqası bu yöndə xüsusi addımlar atır, xüsusi işlər görür. Məhz ötən il əvəzedici heyətlərin çempionatın keçirilməsi xeyli sayda gənc futbolçunun üzə çıxmasına səbəb oldu. Bu ildə məhz əvəzedici çempionatın xeyli maraqla keçirildiyini qeyd edək. Hətta bugün oyundan əvvəl Qarabağ Neftçi qarşılaşmasından əvvəl Duzanlıda əsas mövzuat etdi bu idi. İndi Vüqar Nadirov qapıya doğru zərbə vurur və top qapının üstündən keçir. Nadirov topu qəbul etdi və dərhal qapıya doğru zərbə vurdu. Görüşün 64-cü dəqiqəsində Vüqar Nadirovun təhlükəli zərbəsi yadda qaldı. Neftçinin müdafiəçilərin səhvindən Vüqar Nadirov istifadə edə bilmədi. İkinci hissədə 3 təhlükəli vəziyyət yaradılıb. Xüsusən 51-ci dəqiqədə Nadirovun zərbəsi daha təhlükəli alındı. Akrobatik tullanışların zərbəsindən sonra top qapının üstündən keçdi. Vaqif Cavadov. Kruglov qarşılayır. Neftçinin futbolçuları hələ ki Sadıxovun oyun sisteminə alışa bilmirlər. Bəli, biz Vaqif Sadıxovun məhz oyun sistemini əvvəlki komandalarda işlədiyi dövrdə görmüşük. Qısa ötürmələr, sürətli cinah hücumları və hətta sistemli müdafiə xəttini, dörtlü müdafiə xəttini Azərbaycan futboluna ilk gətirənlərdən biri Vaqif Sadıxov oldu. Milli komandamızda bunu tətbiq etdi. Hakim Akimin indi qaydanı pozduğunu bildirir. Və birinci hissədə də qeyd etdiyimiz kimi müəyyən zamana ehtiyac var məşqçinin oyun fəlsəfəsini futbolçulara aşılaması üçün. Miçoviç topu uzaqlaşdırır. Zaur Həşimov və out. Neftçi komandasının heyətində dəyişiklik ediləcək. Artıq soyunub geyinən futbolçunun hazırlaşdığını görürük. Səhv etmiriksə Araz Abdullayev meydana daxil olacaq. Bəli. Bir qədər əvvəl məhz bu mövzuya da toxunmaq istərdik. Milli komandamızı çalışdırdığı dövrdə Vaqif Sadıxov xeyli sayda gənc futbolçulara üstünlük verirdi. İstər Zaur Tağızadə, istər Ruslan Musayev.
çox gənc yaşlarında, 18-19 yaşında milli komandaya məhz Vaqif Sadıxovun dövründə dəvət aldı. Eyni zamanda Rəşad Sadıxovun da debütü Vaqif Sadıxovun məşqçilik dövründə təsadüf edir. Və Neftçidə də həmin prosesi artıq davam etdirməyə başlayıb. Bəli, Araz Abdullayevin hazırlaşdığını görürük və bir qədər sonra Neftçinin gənc futbolçusu meydana daxil olacaq. Cəlmə zərbəsini isə Qarabağ komandası Zaur Həşimovla yerinə yetirəcək. Azad Mütəllimov işarəni verir. Zaur Həşimov cəlmə meydançasına doğru ötürmə verdi. Vüqar Nadirov topu saxladı. Rəşad Sadiqov və Neftçi komandasının futbolçuları Naydin ilə topu ələ keçirirlər. Zaur Tağzadənin sürətli irəliyir, onu ötürmə vermək olardı. Naydin isə gözlədi, ötürməni verməyə gecikdirdi və Tağzadə yalnız topu gözləməkdə qaldı. Vaqif Cavadov indi sol cinahda topu qəbul etdi, qarşısında Rahil Məlikov var. Rahil Məlikovdan sıyrılır, ikinci futbolçunu isə keçə bilmədi. Atem, Rahil Məlikov, Namik Yusifov, Admir Teli, Ruslan Abuşov. Rahil Məlikov və Rahil topu meydandan çıxarır. Buna səbəb Qarabağın futbolçusunun zədələnməsidir. Hakim həkimlərin meydana daxil olmasına hələ ki icazə verməyib. Rəşad Sadiqov isə meydanın kənarına dəvət olunur. Hakim yalnız indi həkimləri meydana səslədi və meydanın kənarında Sadiqova tibbi yardım göstəriləcək. Milli komandamızın üzvü məhz Rusiya ilə oyunda da zədəli halda meydanda mübarizə aparırdı. Birinci hissədən sonra əvəzləndi və Sadiqovla oyundan əvvəl söhbət etdiyimizdə ayağında ciddi zədənin olduğunu qeyd edirdi. Və indi həkimlər Sadiqova tibbi yardım göstərəcəklər. Arzulayardıq ki, Rəşadın zədəsi o qədər də ciddi olmasın. Təbii ki, yerli futbolçularımızı, milli futbolçularımızı həmişə qorumalıyıq və onların çox tez sağalıb meydana qayıtmalarını istəməliyik. Naydin, təbii ki, istənilən komandada oynamasından asılı olmayaraq Rahil Məlikov topu qəbul edir. Rahil Məlikovun qarşısında Vaqif Cavadov var. Tural Nərmanov topu yenidən Rahil Məlikova qaytardı. Rahil cəlmə meydançasına doğru ötürmə verir. Müdafiəçilər topu uzaqlaşdırırlar. Hələ ki, Neftçi Qarabağın müdafiə xəttini yara bilmir. Vüqar Nadirov və Ruslan Abuşov indi Vüqar Nadirovdan gözəl hərəkətlər. İki futbolçu əhatəsindən çıxdı. Vüqar Nadirov topu irəliləyir, sol cinaha ötürmə verir. Vaqif Cavadov topladı. Qarabağın hücum davam edir. Vaqif Cavadovun zərbəsi və top Rahil Məlikova dəyir. Qarabağın həkimləri indi baş məşqçiyə dəyişiklik olunmasının vacibliyini göstərirlər. Sadiqov meydanda mübarizəni davam etdirə bilməyəcək. Elvin Məmmədov isə topu Zaur Tağzadədən aldı və onu Elnur Allahverdiyevə verdi. Bəli, meydanın kənarında indi Rəşad Sadiqov həkimlərin köməyi ilə soyunub geyinmə otağına yollanır. Zaur Tağzadə indi sağ cinahda Atem boş mövqədədir. Tağzadə topu özündə saxladı, ötürməsini verdi və növbəti dəfə Neftçinin hücum cəhdi baş tutmadı. Əfran İsmailov vaxtında müdaxilə etdi. Bəli, bir qədər əvvəl qeyd etdiyimiz kimi Sadiqov çox çətinliklə meydanı tərk edir. Bir də arzulayaq ki, Rəşadın zədəsi o qədər də ciddi olmasın. Elnur Allahverdiyev topladı. Admir Teli, Namik Yusifov topu yenidən Albaniyalı futbolçuya qaytarır. Qarabağın heyətində yeganə legioner oyuncu. Namik Yusifov sol cinahda Vaqif Cavadov boş mövqədədir. Topu qəbul edir. Qarşısında Rahil Məlikov var. Vaqif Cavadov cəlmə meydançasına daxil olmağa cəhd göstərdi və qayda pozuntusu yoxdur. Avtandil Hacıyev meydana daxil olacaq. Qarabağın heyətində ilk dəyişiklik, deyərdi ki, məcburi dəyişiklikdir bu.
Avtandil Hacıyev Rəşad Sadiqov əvəzləyəcək və çox güman ki, Rəşadın mövqeyində Zaur Həşimov çıxış edəcək. Avtandil isə Zaurun mövqeyinə keçəcək. Rəşad Abdullayev. Naydin. Atem. Oyundan kənar vəziyyət. Valentin Atem. Hakimin fitini eşitmədi, topu qapıya göndərdi və Azad Mütəllimov indi Valentin Atem'ə sarı vərəqə göstərəcək. Zaur Tağızadə də hakim öz etirazını bildirir. Və Mütəllimov dəyişikliyə icazə verir. Bəli, epizodun təkrarını izləyirik. Top ayaqdan çıxan anda Valentin Atem topu qəbul edir və yan xət hakiminin bayrağı havaya qalxmışdı. Bu anı yenidən izləsəydik, tamaşaçılara bir qədər daha aydın olardı. Top ayaqdan çıxan anda Valentin Atem topu qəbul edərək onu qapıya göndərdi. Fərhad Vəliyev topu oyuna daxil edir. Dmitri Kruglov, Ruslan Abışov, Tural Nərmanov, Turalın havaya ötürməsi və yenə Qarabağın müdafiəsi arxa xətti keçilməzdi. Araz Abdullayev isə yalnız indi meydana daxil olmağa hazırlaşır. Vaqif Sadıqov ona son tövsiyələrini verdi və dəyişiklik olması üçün Araz Abdullayev lazım olan yerə getdi. Zaur Tağızadə, Niyaga, Suat Usta, gəlmə meydançasına doğru ötürməsi və ötürmə dəqiq deyil. Yan xət hakiminin bayrağı yenə havada idi və Atemin oyundan kənar vəziyyətdə olduğu bildirilirdi. Neftçi komandasının heyətində ilk oyuncu dəyişikliyi görüşün 74-cü dəqiqəsində gerçəkləşəcək. Araz Abdullayev meydana daxil olmağa hazırlaşır. Son vaxtlar hətta Bert Fox'un dəvətini qəbul edib milli komandanın düşərgəsinə də çağırılırdı Araz Abdullayev. Elvin Məmmədov topladı. Elvinin zərbəsi və top qapının yanından keçir. Görüşün 74-cü dəqiqəsində Qarabağ komandası ikinci qol vurmağa yaxın oldu və Elvin Məmmədovun zərbəsindən sonra top qapının yanından keçir. Təhlükəli zərbə alınmışdı. Zaur Tağızadə meydanı tərk edəcək və onun yerinə Araz Abdullayev meydana daxil olacaq. ...74-cü dəqiqədə Neftçinin gənc oyuncusu meydana daxil olur və Mitrovic topu qapıdan zərbə ilə oyuna daxil etdi. Muğan Inter qarşılaşmasında artıq Inter şou göstərməyə başlayıb. Muğan 1, Inter 6. Və qarşılaşma başa çatmaq üzrədir. Elvin Məmmədov. Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə Inter Muğanı 6-1 hesab ilə məğlubiyyət uğradır. Naydin. Atem. Rəşad Abdullayev. Rəşad artıq sağ cinaha keçib öz doğma yerinə. Rəşad Abdullayev biz həmişə bu cinahda görmüşük. Lakin Neftçidə 2 bərabər səviyyəli sağ cinah futbolçusu olduğundan Zaur meydanda olduğu müddətdə Rəşad sol cinahda mübarizə aparırdı. Avtandil Hacıyev, Elnur Allahverdiyev, Avtandil Hacıyev. Elnur topu qüvvətli zərbi ilə irəli vurur. Ruslan Abışov. Adrian Niyaga. Niyaga topu qəbul etdi. Araz Abdullayev boş mövqədədir. Valentin Atem topu qəbul edə bilmir. Və Fərhad Vəliyev topu qəbul etməyə tələsmir. Suat Usta. Mitrovic. Vüqar Nadirovun pressingi var.
Admir Tel indi topu uzaqlaşdırmağa cəhd göstərdi və Fərhad Vəliyev topun qapı xəttindən çıxmasına imkan vermədi. Interin sonuncu 6-cı qolunu da 85-ci dəqiqədə Poşkus vurub və 70 və 85-ci dəqiqələrdə 15 dəqiqəyə futbolçu dubl etməyə imkan tapıb və qeyd edək ki, Muğan Inter qarşılaşması artıq yekunlaşıb. Valter Guglielmo'nun da hazırlaşıb meydana daxil olacağını görürük. Rail Məlikov, Naydin, Rəşad Abdullayev indi sağ cinahda boş mövqədədir. Yalnız indi topu Rəşada ötürür. Rəşad Abdullayev qüvvətli zərbələri var. Ötürməsini verdi. Atim, Niyaga, Rəşad Abdullayev zərbəsi və top qapının üstündən keçir. Oyundan kənar vəziyyət yoxdur. Rəşad Abdullayev qapıcı Fərhad Vəliyevlə üzbəüz qalmışdı. Lakin Neftçinin futbolçusu bu şansdan istifadə edə bilmədi görüşün 78-ci dəqiqəsində. İkinci hissədə Neftçinin yaratdığı ən real qol vəziyyətindən biri Elnur Allahverdiyev ofsaydı pozurdu və Rəşad Abdullayev əlverişli imkandan istifadə edə bilmədi. İkinci hissədə Neftçinin yaratdığı ən gözəl kombinasiyanı gördük. Suat Usta topu qəbul edə bilmir. Elvin Məmmədov, ona qarşı çox sərt hərəkət var idi. Buna baxmayaraq Qarabağın hücumu davam etdiyindən hakim oyunu saxlamadı. Vaqif Cavadov, Aftandil Hacıyev, Maksim Medvedev, Əfran İsmailov, Aftandil Hacıyev, Vaqif Cavadova ötürmə vermək istədi və top qapı xəttindən çıxır. Yəqin ki, bir qədər əvvəlki sərtliyinə görə Azad Mütəllimov indi Elvin Məmmədova qarşı çobud oynayan futbolçuya kart göstərməli idi. Təbii ki, Qarabağın hücumu davam etdiyindən oyunu saxlamadı, lakin hücum başa çatdıqdan sonra Mütəllimov qərarını verməli idi. Sol cinahdan indi Neftçinin hücumu, Araz Abdullayev topu arxaya ötürür, Naydin, Suat Usta, Niyaga, Rəşad Abdullayev zərbə vurmaya imkan axtarır. Qarşısında bir futbolçu var. Rəşad ötürməni Araz Abdullayev istiqamətinə verir. Araz Abdullayev cərimə meydançasındadır və topu qəbul edə bilmədi. Əfran İsmailov, Elvin Məmmədov rəqibindən sıyrıla bilmir. Top uğruna mübarizə. Naydin topu Neftçiyə qazandırır. Niyagaya top ötürür öz əmirlisinə. Suat Usta, Rail Məlikov sağ cinahdan hücuma qoşulub. Topu Rəşad Abdullayev ötürür. Neftçi bu dəqiqələrdə üstün futbol nümayiş etdirir və Rəşad Abdullayevin ötürməsi zamanı cərimə meydançasına heç kim topu qəbul edə bilmədi. Bəli, son 5 dəqiqədə Neftçi üstünlüyünü tam ortaya qoya bilir, lakin qol vura bilmir. Vaqif Cavadov, Elvin Məmmədov topu qəbul edə bildi. Rail Məlikov və küncdən zərbə. İkinci hissədə bu ilk küncdən zərbə olacaq. Çox maraqlıdır. Vaqif Cavadov indi künc nöqtəsindən top oyuna daxil edəcək. Cərimə meydançasında Qarabağın 4 futbolçusunu görürük. Müdafiəçilər riskə getmir, irəli gəlmirlər. Hesab Qarabağı tam qane edir və top qapı xəttindən çıxır. ...81-ci dəqiqə Qarabağ Neftçi oyununda meydan sahiblərinin 1-0 üstünlüyü davam edir. Suat Usta, Namik Yusifov qarşılayır. Vüqar Nadirov və Leonard Naydin yerdə qaldı. Çox pis zədələndi futbolçu. Hakim dərhal həkimlərin meydana daxil olmasına icazə verir. Top uğrunda ikili mücadilə edib və Leonard Naydin yerdə qaldı. Budur epizodun təkrarını izləyirik. Elvin Məmmədov mübarizəsiz futbolçunun yerə yıxılmasına şərait yaratdı. Naydinin zədəsi
o qədər də ciddi deyil və Rumıniyalı futbolçu meydanda mübarizəni davam etdirə biləcək. Rail Məlikov. Zaur Tağızadənin yoxluğunda kapitan sarğısı ondadır. Naydin. Suat Usta. Avtandil Hacıyev topu uzaqlaşdırır. Vüqar Nadirov sağ cinahlı irəliləyir. Ruslan Abışov və Vüqar Nadirov hakim qaydanın pozulmadığını bildirir və kapitan zərbi ilə Neftçi topu oyuna daxil edəcək. Miçoviç. Orada Neftçi niyyətində dəyişiklik ediləcək. Guglielmo'nun artıq hazır olduğunu görürük. Lakin Neftçinin futbolçuları topu dərhal oyuna daxil etdilər. Naydin. Naydin meydanın mərkəzini keçir. Top Leonard Naydindədir. Valentin Atem. Tural Nərmanov. Rail Məlikov. Rail sağ cinahlı irəliləyir. Qarşısında Vaqif Cavadov var. Lakin ondan sıyrıla bilmədi və Qarabağın müdafiəçiləri topu uzaqlaşdırırlar. Tural Nərmanov, Ruslan Abışov. Suat Usta. Artıq Qarabağ tam olaraq geri çəkilib və hesabı qoruyub saxlamaq istəyir. Dmitri Kruglov. Və qeyri-dəyə götürmə. Hakimin də oyunu saxladı və dəyişikliyə icazə verdi. Adrian Niaga meydanı tərk edəcək və onun yerindən Valter Guglielmo meydana daxil olacaq. Neftçidə ikinci oyuncu dəyişikliyi görüşün 83-cü dəqiqəsi artıq başa çatmaq üzrədir. Ağdamın Quzanlı qəsəbəsində Olimpiya kompleksinin stadionunda Qarabağ Neftçi görüşü 1-0 Qarabağın üstünlüyü davam edir. Bu oyunu həm Qarabağın, həm də Neftçinin ölkəmizdə, eyni zamanda ölkəmizin hüdudlarından kənarda olan bütün azarkeşləri izləyirlər. Və indi out atışını Qarabağ komandası yerinə yetirəcək. Maksim Medvedevlə. Araz Abdullayev qarşıladı və daha bir out atışı olacaq. Ruslan Abışov. Tural Nərmanov. Rail Məlikov topu gözlədi və Vaqif Cavadov onu ələ keçirdi. Və Rail Məlikov bir qədər əvvəlki səhvini düzəltdi. Tural Nərmanov topu yenidən Railə qaytarır. Rail Məlikovun uzun ötürməsi Guglielmo istiqamətinə. Valter Guglielmo və Rəşad Abdullayev, Fərhad Vəliyev vaxtında qapısını tərk edərək topu qüvvətli zərbi ilə irəli vurur. Yan xətt hakiminin bayrağı havaya qalxıb Vüqar Nadirovun oyundan kənar vəziyyətdə olduğunu bildirir. Suat Usta Naydini eyni zamanda komanda yoldaşlarını irəli səsləyir, uzun ötürmə verdi, lakin bu mövqedə Neftçinin heç bir futbolçusu yoxdur. Naydin. Suat Usta. Atem topu qəbul edə bilmir. Vaqif Cavadov. Rail Məlikov. Leonard Naydin. Rəşad Abdullayev. Atem hücumu davam etdirəcək, ötürməni verir. Guglielmo istiqamətinə hava ötürməsi və Maksim Medvedev topu müşahiət edir. Araz Abdullayev topu komandasına qazandırmağa cəhd göstərdi, lakin hakim bildirir ki, top xətti keçmişdi. Valter Guglielmo əsasən hava ötürmələrini xoşlayan futbolçudur. Ötən mövsüm Premier Liqanın bombardiri oldu. Inter komandasının niyyətində çıxış edirdi və heç kimin gözləmədiyi halda yayda Neftçiyə transfer olundu. Və Guglielmo Neftçidə özünü hələ ki heç də yaxşı tərəfdən göstərə bilmir. Miçoviç. Tural Nərmanov. Turalın uzun ötürməsi Guglielmo istiqamətinə. Elnur Verdiyev. Namik Yusifov. Rail Məlikov. Rəşad Abdullayev. Rəşad Abdullayev sağ cinahla irəliləyəcək. Qarşısında Qarabağ komandasının futbolçusu Vaqif Cavadov var. Top elə ki Rəşad Abdullayevdədir. Sağ cinahı ötürməsi Rail Məlikov və Elnur Verdiyev.
Top qapı xəttindən çıxır. Vladimir Miçoviç oyunun gelişindən narazıdır. Bu arada Qarabağın heyətində daha bir dəyişiklik olacaq. Nodar Məmmədovun meydana daxil olmağa hazırlaşdığını görürük. Daha bir müdafiəçi. Kruglov. Namik Yusifov. Ruslan Abuşov. Araz Abdullayev solcunu atan top elə keçirir və sürət irəliyir. Top elə ki Araz Abdullayevdədir. Onun qarşısında Qarabağın futbolçuları və topu itirməməyə cəhd göstərirlər. Miçoviç. Tural Nərmanov. Rail Məlikov. Artıq görüşün 88-ci dəqiqəsi gedir. Guglemon topu cərimə meydançasına qəbul etdi. Onu Atem'e ötürür. Valentin Atem qapıya doğru zərbəsi və top qapının yanından keçir. Hakim dəyişikliyə icazə verir. Vaqif Cavadov meydanı tərk edəcək və onun yerinə Nodar Məmmədov meydana daxil olacaq. 40-cı dəqiqədə vurulmuş yeganə qolun müəllifi Vaqif Cavadov meydanı tərk edəcək. Azarkeşlər Vaqifi meydandan alqışlarla yola salırlar. Qarabağda oynadığı müddətdə azarkeşlərin sevimlisinə çevirməyi bacardı. Avrokuboklarda uğurla çıxış etdi. Milli komandamızın son oyunlarında Vaqif Cavadov əsas figurlardan birinə çevrilib. Lichtenstein'in qapısından gol keçirdi. Rusiyanın qapısına bərabərlik golumuzu vurdu və o yerini Nodar Məmmədova verir. Fərhad Vəliyev top oyuna daxil edir. Ruslan Abuşov. Aftandil Hacıyev, Ruslan Abuşov. Valter Guglemon. Solcunu atan Araz Abdullayev sürət irəliyir. Qarşısında Qarabağın iki futbolçusu var. Maksim Medvedev və Namik Yusifov ötürməsini verə bildi. Valter Guglemon Suat Usta boş mövqədədir. Topu Suat Ustaya ötürür. Rail Məlikov da boşdur. Yalnız indi topu Rəşad Abdullayev verir. Neftçin hücum davam edir. Rəşadın zərbəsi və top qapının üstündən keçir. Görüşün 89-cu dəqiqəsində Rəşad Abdullayev qapıya doğru qüvvətli zərbə vurdu və top qapının üstündən keçdi. Epizodun təkrarını görürük. Artıq 90 dəqiqə başa çatmaq üzrədir. Görüşün baş hakimi Azad Mütəllimov çox güman ki, ikinci 45 dəqiqəyə 3-4 dəqiqə əlavə edəcək. 3 və ya 4 dəqiqə. Rail Məlikov. Railin uzun ötürməsi Valter Guglemon və Atem və Fərhad Vəliyev. Fərhad topu meydanın kənarına göndərir. Bir qədər əvvəlki epizodda zədələndi və Fərhada tibbi yardım göstəriləcək. Həkimlərin meydana daxil olmasına hakim icazə verdi. Dördüncü hakim hələ ki çox güman ki 3 dəqiqə əlavə edəcək. 3 dəqiqəlik bir lövhəni görürük. Lakin bu pauzada məhz oyuna əlavə edilə bilər. Neftçinin müdafiəçiləri Tural Nərmanov, Ruslan Abuşov, Dmitri Kruglov üzüntüləri ekranlara gəldi. Fərhad Vəliyevin tibbi yardımı başa çatdı. Artıq 90 dəqiqə başa çatıb və hətta əlavə 1 dəqiqədə meydanda mübarizə davam edib. Rail Məlikov topu Fərhad Vəliyevə göndərdi. Fərhad topu oyuna daxil edir və Ruslan Abuşov topu qapıcısı Vladimir Miçoviçə ötürür.
Bəli, 3 dəqiqə əlavə etdi Azad Mütəllimov ikinci 45 dəqiqəyə. İndi Qarabağın futbolçuları topu qapı xəttindən çıxarırlar. Admir Teli topu qapıçısı Fərhad Vəliyevə vermək istəyirdi və küncdən zərbə olacaq. Orada Qarabağın heyətində sonuncu oyuncu dəyişikliyi. Küncdən zərbədən öncə hakim dəyişikliyə icazə verdi. Vüqar Nadirov meydanı tərk edəcək. Təbii ki, bütün bunlar vaxtın uzadılmasına yönələn hərəkətlərdir. Hesab Qarabağı tam qane edir. Əzəli rəqiblərindən biri Neftçi üzərində 1-0 hesab ilə öndədir və Vüqar Nadirov Rauf Əliyevə əvəzləyir. Rauf Əliyev meydana daxil olacaq. Vüqar Nadirov meydanı tərk edir və Neftçi komandası küncdən zərbəni yerinə yetirəcək. Son şans deyərdik buna. Rəşad Abdullayev ötürməsi. Neftçi komandasının hücumu davam edəcək. Cəlmə meydançasına doğru daha bir ötürmə. Rəşad Abdullayev sağ cinahda top ələ keçirir. Daha bir ötürməsi. Və Qarabağın müdafiəçiləri diqqətlidir. Turan Nərmanov, Valentin Atem. Atem zərbə vurmağa imkan axtarır və Qarabağın futbolçuları bu zərbənin qarşısını alırlar. Atem outdan top oyuna daxil etdi. Dmitri Kruglov. Kruglovun cərimə meydançasına doğru ötürməsi. Rəşad Abdullayev zərbə vurmağa imkan axtarır. Qarabağın müdafiəçilər diqqətlidir. Rəşad Abdullayev cərimə meydançasındadır. Rail Məlikov. Və Qarabağ komandasının müdafiəsi yenə keçilməz oldu. Elvin Məmmədov topu qüvvətli zərbə ilə irəli vurur. Ruslan Abışov. Admir Teli, bəli, qeyri-dəqiq ötürmələr həddindən artıq çoxdur. Neftçinin futbolçuları tələsirlər, ona görə dəqiq oynaya bilmirlər. Artıq bütün diqqətlər görüşün baş hakim Azad Mütəllimovdadır. Sol cinahda Araz Abdullayev keçid etmək istəyir, yerdə qalır və hakim cərimə zərbəsini təyin edir. Cərimə zərbəsini Dmitri Kruglov yerinə yetirəcək. Miçoviçdən başqa meydanda olan bütün futbolçular meydanın Qarabağa aid hissəsindədir. Cərimə meydançasında hətta Neftçinin bütün müdafiəçilərini görmək mümkündür. Hakim işarəni verir. Dmitri Kruglov cərimə meydançasına doğru ötürməsi və Qarabağın müdafiəçiləri topu uzaqlaşdırırlar və Azad Mütəllimov 90 dəqiqənin başa çatdığını bildirir. Beləliklə, Quzanlı Qəsəbə stadionunda, Olimpiya kompleksinin stadionunda Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən Qarabağ Neftçi oyunu 1-0 hesab ilə Qarabağ xeyrinə başa çatır. Oyunun 40-cı dəqiqəsində Vaqif Cavadovun cərimə zərbəsindən vurduğu qol yeganə oldu və Qarabağ komandası çempionatdan növbəti qalibiyyətini əldə etdi. Hörmətli tamaşaçılar, bununla Quzanlı Qəsəbə stadionundan, Ağdamdan hazırladığımız canlı yayım başa çatır. Sağ olun, biz yenə görüşürüz.